Güya ki inanc idraka maniyeymiş. Kant, Platon, Hegel inanclı insan idi. Dini baxış əlavə olaraq insan idrakına bir mistik boyut da verir. Yalnız fərq budur. Hətta o da onu biraz da daha cazibə. Son günlərin trenddə və üzdə olan filosofu Müşfiq Ötkün bu dəfə də dini idrakla elmi idrakın bir arada mövcud ola biləcəyini və hətta ona sehr qata biləcəyini müdafiə edir. Nə yaxşı ki, bu videoda bu mövzunu inkar edənləri bədbəxt adlandırmadı Müşfiq bəy. Gəlin iddianın əsaslanmasının və əslində sehr məsələsinin nə qədər də elə Müşfiq bəyin dili ilə desək, sehirli olduğunu izah eləyək. Elmi idrakla dini idrak fəlsəfi məsələlərdə, yəni hər hansı bir fəlsəfi doktrində və fəlsəfi izahda toqquşmayacağı üçün Platondan, Hegeldən nümunə vermək yerindədir. Amma kainatın yaranması və yaxud da canlıların yaranması məsələlərində elmi iddialarla dini iddiaların toqquşması və yaxud da kainatda baş verən proseslərin açıqlanmasında dini idrakın yetərsiz qalması və hətta bəzən sorğulamağa maneə törətməsi reallıq və gerçəkdir. Bunu son 100-200 ildə elmin daha azad və daha müstəqil olaraq fəaliyyətdə olduqdan sonra kəşf edilən nüansların və kəşf edilən məlumatların sayının, miqdarının artması ilə əslində dini düşüncənin nə qədər də elmi düşüncəyə maneə olduğunu rahatlıqla görə bilərik. İstər orta əsr kilsə qaranlığında, istərsə də İslam işğalları dövründə məhz elmin nə qədər gerilədiyini müşahidə etsək və bunları araşdırsaq, əslində Müşfiq bəyin iddialarının sadəcə sofist və sadəcə romantik iddialardan qırağa çıxmadığını görə biləcəyik.